Salam hörmətli izləyicilərimiz. Bura Zabratdır. Tikinti işləri gedir. Tikinti həddindən artıq keyfiyyətsiz, daşları keyfiyyətsiz, təməli qoyulmayan binalar, evlər daha doğrusu, maklerlər bunu tikirlər və dəyər dəyməzinə yəqin ki satırlar. Dəyər dəyməzinə də görülən işlərdir. Buranın demək olar ki, evin təməli daşlar torpağın üzərinə düzülmüş və belə də tikilmişdir. Əslində daşların özü də göründüyü kimi çox keyfiyyətsiz daşlardır. Ovuluq gedilir. Əlinlə vurursan torpaq ovulur. Bu evin müddətliyini uzun müddətli ya qısa müddətli olduğunu elə göz qabağındadır. Elə göz qabağındadır. Görünür ki, bu evlər elə uzun müddətli ola bilməz. Bütün bu şəkildə hamısı tikilir və imkansız ailələrə ya kreditlə ya da nağd satılır. Amma onu da deyim ki, evlər çox keyfiyyətsiz şəkildə tikilir. Heç birinin təməli qazılmayıb, təməli yoxdur. Elə torpağın üzərinə düzülmüş daşlarla tikilir. Daşlar da bax bu şəkildə, bax göründüyü kimi qovulub tökülür.